Salam, hörmətli kanal izləyicilərimiz. Bir nəsil Masazır qəsəbəsində bax, yeni Bakı binalardır. Birinci sırada. Birinci sıra deyəndə, yəni birinci sıradan artı bir 7-8-ci evdə belə deyək, birinci sıradır. Rus məktəbi, Azərbaycan məktəbi burada yaxınlığında, biz binanın başındadır. Bax, bu evimiz satılır. Evimizin bu sistemi ağızları bastıdır. Bax, sol tərəfdə iki tərəfi yoldur, burada yoldur, burada yoldur, arxa tərəfi yoldur. Bax, kanal izləyicilərimiz. Daha su, işıq, hamısı qaydasındadır. Və evin də torpağında tutasında 155 kvadratlı təbiri satılır. Hazır suyu, işığı. Evimiz qismən əşyalıdır. Belə də hər türlü 2 dənə maşın girir. Evin altında 3 dənə maşın girir. Sağda da yəni ağac güləşmək üçün torpaq sahəsi saxlanılır. Zəhmət olsun kameraman mənim gələ bilərsiniz. Evi üçün görsədik. Siz də bax belə bir gözün giriş səsidir. Evimiz şəxsi tikilidir. Uzun zamanda yaşayış yoxdur. Gördüğünüz bir dənə cüzdə problem yoxdur. Solda mətbəx, yataq, qonaq otağımız. Mətbəxi, bir qonaq otağı burada. Mətbəxdir. Bax, buradan siz görsək, geniş, çox genişlərdən artıq. Gördüğünüz mətbəxin evində qazlı, asfaltlı, hamısı qaldı. Komik işlərdə, optik vintili, hamısı var. 155 kvadrat, bir orada 2 sözündədir. Bura bir yataq otağıdır. Komik mətəklər burada, özü işlərdən zəhdədir. Qapaq maşınasının tərəfini mutfaqlardır. Bax, burada sanitar boşu, stüp oldu, koridor sistemi stüp oldu. 4 dövrəmə qoşa daşlarına kanal zəzərimiz. Buraya isə evimizin yataq otağıdır. Burada da qismən əşyalar var, qalacaq. Aboylar da kəndi dekorativ aboylardır, qəşəng aboylardır, bahalı aboylardır. Və sonunda mən sizi evimizin qonaq otağına tanışır. Bax, belə bir gözəl, qəşəng qonaq otağı var. Ev hardasa 4-5 il evlilik bilmiyorlar ki, ama öyleydi. Zərrə qədər deyildir. Parlamentin alındığı bir şeyində İnsanlar birinci məhkəməsindən qarşı edəcəklər inşallah. Evi olmayan insanlar Allah'larla belə gözünə gəlir. Bax, burada yeni Bakı binaları bax görə bilərsiniz. Sol tərəfində, sağ tərəfində burada marşrut xəttini etmişdir. Burada mərkəz qazı qoyulub. Küçəsi genişlik səhiyyə maşını salmaq, istəyir evin altı maşını salmaq, qapının arasına maşını salmaq edirsən. Ama köprüdəki sonu aşırı arasında saxlanılır. Burası evimizin ərazisidir. Burada bir tonlu su çənidir. Və burada, bax, buradan bir maşın burada, 2 maşının belə arızı burada saxlayın. Mərsiz multisistem qalıcıdır, asılıb bağlanıb qütlandır. Buradan ətrafı var, mərkəz konsister ətrafı, İbrahim hamısı var burada. Buraya isə evimizin santralın uşağıdır. O işığı yandırım. Bax, bura birinci mərtəbədə olan santralın uşağıdır. Buraya səhərimizi yerlərə baxır, otağına seyir, baxıran davetlərə bir başlı yola baxır, fon sistemi var, işləm vəziyyətləri. Qiymət isə 115 bin manat təcili satılır, sözsüz ki, real arzlarına yerdə endirim olacaq. İpoteka yaralanır, evin torban tam bir sənətləri qaydasındadır. İnşallah ev olmayan insanlara Allah Teala belə gözəl rəqs edilsin. Kanalımıza abunə olmayı, video bəyənməyi unutmayın ki, yeni saçmasına görə birinci növbə sizdən sonra biləsiniz.